Ayrı qala bilməmək ayrı bir şeydir, ayrıla bilməmək ayrı bir şeydir. Əgər sən ayrı qala bilmirsənsə, bu sırf sənin özünlə bağlı bir məsələdir ki, özünlə üzləşə bilməyərək, öz səhvlərini günah kimi üstündə daşıyaraq, günahkarlıq duyğusuyla özündən qaçaraq daima başqa birinə və yaxud da birilərinə sığınma ehtiyacı duymuş olursan ki, bu da bağlanmadır. Həmişə yanında kimlərsə olmalıdır və yaxud da kimsə olmalıdır. Burada nə etməlisən? Özünlə üzləşməyi bacarmalısan. Üstündə olanları günahkarlıq duyğusu kimi yox, səhv kimi qəbul eləməyə bacarmalısan. Mən bu səhv idi. Mən bu səhvi etdim. Bu o demək deyil ki, bundan sonra da bu səhvi edəcəm və yoluna birinci növbədə özünlə davam etməlisən. Özünlə üzləşərək, öz cəsarətinlə, öz sevgi dəyərlərini, öz xoşbəxtlik dəyərlərini özünə ələ alaraq, öz dəyərlərini yaradaraq birinci özünlə üz-üzə gəlməyi bacarmalısan. Əgər ayrıla bilmirsənsə, onda bu iki sualı özünə verməlisən. Mənmi onu sevmişəm, yoxsa o mu özünü mənə sevdirib? Əgər sən onu sevmisənsə, ki onun üzərinə duyğu yatırımı eləmisənsə, sevgini vermisən, dəyərlərini vermisən, darıxmısan onun üçün ağlamısan, onun üçün müəyyən vaxtlar gözləmisən, sonra bu cür yatırımlar eləyəndən sonra insan başlayır bu cür düşünməyə. Eybi yox, düzələcək, heç nə olmaz. Mən dözməliyəm, mən gözləməliyəm, mən şans verməliyəm, düzələcək. Əzizim, stop eləməyi bacarmalısan, yenə də səhvini boynuna almalısan. Ola bilər, sevmisən, sən kimisə düzəltmək məcburiyyətində deyilsən, daha da dərinə enməli deyilsən, səhv insanı sevə bilərsən, o sevgi səndədir, o dəyər səndədir, o darıxma hissi səndədir, sən yenə kimisə sevə bilərsən, stop eləməyi bacarmalısan. Əgər o adam özünü sənə sevdiribsə, bu da o deməkdir ki, lap başda xoş sözlər, xoş hədiyyələr, şirin dəyərlər, şirin zamanlar verərək qaldırıb bir yerlərə, ondan sonra sən oradan aşağını görmüsən, o da səni başlayıb şantaj eləməyə. Mən səni buradan buraxsam, sən aşağı düşüb bərbad olacaqsan. Və səni onu özünə sığınacaq eləmişsən, onu özünə tutunacaq eləmişsən. Və elə bir hal yaradıbdır ki, səni daima özünə möhtac qoymağa başlayıb. Sən də həqiqətən anlamısan ki, mən buna möhtacam, bu adam olmasa mən məhv olaram. Və beləliklə gəlib çıxıb yenə başdakı mövzuya, hara bağlanma hissinə və stop eləyə bilmirsən. Hər bir halda, hər bir sualımızın sonunda gəlib hara çıxırıq? İnsanın öz dəyərlərini yarada bilməsinə, insanın stop eləməyi bacarmasına, dayanmağı, özü ilə üzləşməyi, günahlandırma hisslərini, günahlandırma sözlərini, günahlandırılma davranışlarını səhvlə əvəz eləməyə, mən səhv eləmişəm, səhvimi qəbul eləyirəm, mən dayanmalıyam. Axı insan nə qədər uçuruma gedər, nə qədər bu münasibəti darta çox boşluqlar yarada bilər. Sevgi sənin özündədir, o dəyər sənin özündədir. Mütləq hər nə olursa olsun, birinci növbədə öz dəyərlərimizi yaratmağı bacarmalıyıq. Münasibət bizim özümüzdən başlayır. Özümüz sağlıqlı düşünürüksə, sağlam ruha, sağlam düşüncələrə sahib isə, o zaman münasibətimiz də sağlam və möhtəşəm olacaqdır. Özünlə sağlam şəkildə baş-başa qalmağı və sağlam münasibətə başlamağı arzu edərək xoş qal, xoşluqla qal.